Loqoped defektoloq Ayşən Mamedovadır. Sabahınız xeyirli, gününüz uğurlu olsun Ayşən xanım. Necəsiniz? Mikrofona danışaq zəhmət olmasa. Teşekkür ederim. Bütün tamaşaçılarımızın sabahı xeyirli olsun, gününüz uğurlu olsun inşallah. Teşekkür ederim dəvətiniz üçün. Belə qeyd edək, bugün biz mövzumuz ünsiyyət qurmaqdan danışırıq. Ümumiyyətlə, Ayşən xanımla isə bu nitq məsələsini biraz fərqli yöndən müzakirə eləyəcəyik. Çünki nitq nə zamandan başlayır? Uşaqlıq yaşlarından, dövrlərindən başlayır və günümüzdə kifayət qədər geniş yayılan problemlərdən və valideynlərin əksəriyyətinin də narahat olduğu problemlərdən biri uşaqlarda nitq ləngiməsidir. Nitqləngiməsini valideyn nə zaman öz övladında hiss eləməlidir? Hiss eləyə bilər, yox, hiss eləməlidir. Yəni, o şəkildə uşağına odaqlı olmalıdır ki, artıq onun o inkişafındakı ləngimələri görməyi bacarmalıdır. Bəli, həqiqətən düz vurğuladınız. Nəinki dünyaya gəldikdən, dünyaya gəlməmişdən əvvəl. Artıq o özünü valideyn kimi gördüyü andan, artıq bu məsuliyyəti daşıdığı vaxtdan, ana bətində olandan uşağı daima izləmədə saxlamalıdır. Uşaq dünyaya gəldi, artıq aylıqdır. 1 aylıq, 2 aylıq diqqətdə, nəzarətdə olmalıdır. Görək uşaq eşidirmi? Xırda səslərə, qığıltılara reaksiya verirmi? Artıq, necə deyək, hərəkət edirmi? Göz təması qururmu? Gülümsəyirmi? Bu cür reaksiyalar var, yoxsa yoxdur? Artıq yoxdursa, göz təması qurmursa, səsə reaksiya vermirsə, gülümsəmirsə, ailədə heç kəslə kontakta qurmursa, yəni uşaq necə deyilsə, bəli, 0 səviyyədədirsə, artıq burada biz həyəcan təbini çalmalıyıq. Bəli. Bəs nitq məsələsi uşaqda neçə yaşdan formalaşmağa başlayır? Artıq yaşdan əlavə aydan, artıq 4 ayından, 1 ayından, 2 ayından, 3 ayından, 4 ayından artıq... Kiçik səslərlə başlayır. Bəli, bu başlayır. Artıq 1 yaşında uşağın lüğət ehtiyatı maksimum 15-20 söz olmalıdır. Bu artıq 2 yaşında, 2 yaşından sonra 3 yaşına doğru 3000 söz ehtiyatına qədər çatmalıdır. Əgər bu ehtiyat tamamlanmırsa, artıq nitq ləngiməsi vardır. Valideynlər övladlarına bu nitq ləngiməsinə hiss edirlərsə, nədən uzaq durmalıdırlar? Nəyə daha çox diqqət yetirməlidirlər? Daim nəzarətdə saxlamalıdırlar bu öz yerində. Nədən uzaq durmalıdırlar? Artıq nitq ləngiməsi olan uşaq mütləq şəkildə telefon olmamalıdır, telefon asılığı olmamalıdır, mavi ekrandan daim uzaq tutulmalıdır. Uşaq, çox vaxt bilirsiniz, valideynlər başqa cür yanaşırlar bu mövzuya. İstəyirlər ki, uşaq məktəbə qədər müəssisələrə geçsin, uşaqlarla ünsiyyətdə onlar düzələr, amma çox yanlış yanaşmadır. Bu əksinə, uşaq onda daha da nitqi olmayan bir uşaq digər uşaqla danışa bilməyəndə daha sosiallaşması, belə bir fobiyası olur da, aqressivləşir. Bəli, bu çox səhv yanaşmadır. Dediyim kimi, mavi ekrandan uzaq tutulmalıdır, telefondan uzaq olmalıdır və ev şəraitində onun üçün valideyn eləyə biləcəyi yalnız bir şey var ki, mütəxəssisə müraciət etmək. Düzgün diaqnozun qoyulması, düzgün korreksiya metodunun seçilməsi. Maraqlı nüanslardan biri də budur ki, valideynlər az öncə siz özünüz də vurğuladınız, uşaq danışmırsa onu götürürlər, deyirlər bağçaya qoyaq, nə bilim, digər bir sosiallaşsın deyə. Amma bu fərqi də bilmək lazımdır. Biri var, uşaq sadəcə belə deyək də, evdə tək uşaqdır və yaxud da heç kimlə danışmaq istəmir. Bu başqa bir şeydir. Öz təkliyinə qapanıqdır. Bu da nədən irəli gəlir? Valideynlər öz rahatlıqlarına görə televizor, telefon, bu kimi işlərə, vərdişlərə alıb eləyirlər uşağı. Və uşaq özünə qapanır, danışmaq istəmir. Biri də var ki, danışmağa cəhd göstərir, amma danışa bilmir. Yəni, bu iki faktor bir-birindən seçilsə, o zaman daha düzgün nəticələr də əldə etmək mümkündür. Birinci faktor ondan ibarətdir ki, valideyn olaraq uşağın daim diqqətdə, nəzarətdə saxlamalıdır. Hər nə qədər işi olsa belə uşağına vaxt ayırmalıdır, uşaqla zaman keçirtməlidir. Bilirsiniz, çox vaxt valideyn istəyir ki, uşaq otursun, ancaq televizora baxsın, cizgi filmi izləsin. Bu çox yanlış bir yanaşmadır. Ən azından uşaqla 1 saat diyaloq qurmalısan, ünsiyyətdə olmalısan, onun arzularına, istəklərinə diqqət yetirməlisən. Bu, yəni, çox əsas bir məqamdır. Bunu valideynlər çox vaxt gözdən qaçırır, kiçik bir şey kimi bilir, amma bu böyük bir xəstəliyin yaranmasına zəmin yaradır. Və gələcəkdə də uşaqda ciddi problemlərə səbəb olur. Bolca sevgi vermək. Bəli, nitq ləngiməsi də tək nitqlə kifayətlənmir. Bu, sonra daha ağır fəsadlar verir. Əqli geriliyə, autizm spektra qədər gəlib çıxa bilir. Bəs autizmlə fərqləndirən tərəfləri nədir? Əslində
fərqləri çoxdur, ancaq yanlış fərq də qoya bilər insanlar. Yanlış mütəxəssisə müraciət edəndə, yəni dırnaqarası mütəxəssisə müraciət edəndə və yaxud ev şəraitində valideyn özündən fərqləndirmə eləyə bilər, seçmə eləyə bilər. Bu da düzgün yanaşma deyil. Fərqləri çoxdur. Misal üçün, spektr pozuntusu olan uşaqlar göz təması qurmurlar. Fobiyaları olur, qorxuları olur, dəngə pozuntuları olur. Hər hansısa bir meyvəyə, tərəvəzə qarşı fobiya olur, qorxu olur. Sonra hər hansısa bir qoxuya qarşı fobiyaları olur. Amma nitq ləngiməsi olan uşaqda bu simptomların heç biri olmur. Yalnız nitq olmuş. Yəni, əslində, çox xırda nüanslardan başlasaq, geniş bir mövzudur. Çox seçmək olar, amma dediyim kimi düzgün mütəxəssis tərəfindən seçilsə daha düzgün olar ki, korreksiya metodu da düzgün gedər.